Həzrəti İsa aleyhissalatu vesselam bir nəfərindən çıxmışdı. Hara gedirdilər? Səfərə çıxmışdılar. 5 günlük, 10 günlük bilmirəm. Amma ikisi bir yerdə siyahətə çıxmışdılar. Bir müddət yol gediblər, acıqdılar. Bir kəndin yaxınlığındaydılar. Ağa buyurdu dostuna. Dedi ki, o kətdə çörəkçi var. Ged oradan çörək al, gətir, istifadə eləyək ondan. Getdi. O kişi getdi, çörək aldı, 3 dənə çörək almışdı. Gəldi, gördü Həzrət məşğuldur namaza. Yavaş-yavaş çörəyin birini yedi. Həzrət namazı qutarandan sonra buyurdu ki, çörək 3 dənə idi, soruşdu ondan. O dedi ki, yox ağa, 2 dənə idi. 2 dənə idi çörək, 3 dənə də öyrədi. 2 dənə idi, 2 dənə idi. Amma bilir ki, 3 dənə idi də. İsa deyək yox. Durdular, çörəyi yedilər, düşdülər yola. Biraz getdilər, 1-2 dənə ceyran gördülər. Yavaş-yavaş gedirlər, bir neçə dənə ceyran. Həzrət onları çağırdı. Birin tutdu, o birisilərə dedi, siz gedin. Onu kəsdilər. Nə qədər lazım idi, yedilər. Ondan sonra onun sümükləri töküldü, qaldı orada. Ağa baxdı, o çörəyi, o dostuna. Dedi, görürsən bunu, bu heyvanı, sümükləri. Dedi, görürəm ağa. Dedi, bax indi o sümüklərə. Baxdı. Ağa buyurdu ki, ay ceyran, Allahın izni ilə, icazəsi ilə dur ayağa. Ceyran durdu ayağa. Ölüləri dirildən İsa'dır da bu. Ceyran durdu ayağa. Ağa baxdı ona, dedi, gördün Allahın qüdrətin? Dedi, ağa gördüm. Dedi, indi də görüm, çörək 2 idi ya 3 idi. Onun da boynuna düşmüşdü. Yani ne olmuş dedi, yok ağa 2 idi. Getdilər. Yetişdilər bir başqa vadi, çöl. Gedirlər. Gördülər 3 dənə balaca heyvanın dərisi. Ağa gəldi, dedi, bilirsən bunlar nədir? Dedi, yox, bilmirəm. Dedi, 3 dənə balaca heyvanın dərisidir. Bunların 3'ünün də içi doludur qızılına. Bu təəccüb elədi ki, nə yaxşı oldu. Day, günə çıxdıq da. Ağa buyurdu ki, biri sənin, biri də mənim, biri də o 3-cü çörək yiyənin. Dedi ki, mən yemişdim. Ağa baxdı, buyurdu ki, 3'ü də sənin. Sağ ol. Bura canıdır, səndən mənimki. Da burada bunun 3'ü də sənin, mən də getdim, sağ ol da sən də mənlə gəlməyə ixtiyarın yoxdur. Baxdı, oturdu, da İsa getdi. Amma bunların, qızılların 3'ü də qalıb buna. Oturub fikirləşir ki, indi mən nə eləyim, yavaş-yavaş gördü, 3 nəfər gəlir. 3 nəfər gəldilər, gördülər bu kişi oturub, vəziyyət belədir. Başa düşdülər, bildilər bu qızıllar bununkidir.
Üçü də danışdılar, dedilər bir dənə kişidir bu, biz də 3 nəfər. Bunu öldürək, bunların üçünü də götürək. Onu öldürdülər. 3 dənə qızıldı, 3 dənə də adam. Birinə indi oturublar, axşam oldu, biraz vaxt keçdi, göndərdilər onu kətdən, yaxından bir şey alsın, gəlsin. Sudan, çaydan, çörəkdən, nə bilim o vaxt çay varmış, nə varmış, yeməyə nə yiyərmişlər, xurma varmış. Onu göndərdilər, dedilər sən get. O da getdi biraz çaydan, sudan, çörəkdən. Çay əlbəttə o vaxt yoxdur da, indi mən bu vaxtın məsələsi ilə deyirəm. Biraz su, biraz çörək aldı, gətirdi, yolda fikirləşdi. Dedi biz 3 nəfərik. Bizim hərəmizə bir dənə çatacaq. Mən bu çörəkləri zəhərliyim. Onlar yeyən kimin ölsünlər, onun 3'ü də mənim. O gəlincəndə bunlar ikisi danışdılar. Dedilər o gələndən sonra biz onu öldürək, bunun 3'ü bizə qalsın. O çörəyi gətirəndən sonra bunlar onu öldürdülər, qaldılar ikisi. İkisi də çörəyə yedilər, onlar da öldü. Tutardı. Hazreti İsa aleyhisselam qəydəndə oradan baxdı o insanlara, orada bu cümləni buyurdu. Buyurdu ki, dünya kəzalikə təsnəud dünya bi əhliha. Dünya öz əhlinə bax belə edir. Dünya axtaranlar bax axırda budur. İndi bəzisini o cür öldürür, bəzisini başqa cür öldürür. O görsənir, tarix səbt eləyir, amma bəzisi görsənmir. Elə gözümüzlə görürük ki, dünyanı qazandı, getdi, heç bir şey əldə etmədi. Ona görə buyurur ki, bax, nə qədər bunun arxasıcan gedəsən doymaq yoxdur. Həzrət buyurur, hədisdə var, mənhumanı la yəşbəan. 2 şey var ki, onu axtaranlar heç vaxt doymayacaq. Biri elmidir, biri də dünyadır, maldır. Nə qədər istəyəsən mümkündür, doymağı yoxdur.